Əşariliyin ikinci mərhələsi Mü'təzilə əşarilik oldu ki, bu da Bağdadidən başlayır, 429-cu ildə vəfat edib, Şəhristaniyə qədər davam edib, 548-də də Şəhristaniyə vəfat edib. Yəni ikinci əşariliyin ikinci yüzilliyində, yəni Hicri 5-ci və 6-cı əsrdə yaşamış əşarilər və bunların artıq bunların vaxtında bir öncəki əşarilik dəyişdi. Məsələn, orada artıq təsavvuf ortaya çıxdı, sufilik ortaya çıxdı. Və yaxud baxırsan ki, tövhid yalnız onlarda rububiyyət tövhidi idi, uluhiyyət tövhidindən danışılmırdı. Yalnız tövhid dedikdə, yalnız rububiyyət tövhidi qəsd olunurdu. Məsələn, xəbəri sifətlərin hamısını inkar edirdilər, feili sifətləri inkar edirdilər və eyni zamanda artıq cəbri əqidəsində, qədər məsələsində cəbri əqidəsinə doğru meyillik yaranmışdı. Və iman məsələsində kəsb məsələsi ortaya çıxdı ki, hansı da irca mürciyəliyin bir növü idi.